Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Hər birinizi vloqumda xoş gördüm. Uzun müddətdir ki, trend olan Rəng Partisini nəhayət ki, biz də baldızlarımla həyata keçirdik. Partimiz sabahdır, mən isə gecədən şirniyyatımı hazırlamaq qərarına gəldim. Glazurdan şaxta babalı peçenyalar hazırlayacağam. Əvvəlcə 2 yumurtanı 1 stəkan şəkər tozu ilə yaxşıca qarışdırıram. Üzərinə 200 qram əridilmiş kərə yağı əlavə edirəm. Və 1 paket vanil, 1 paket qabartma tozu töküb, apardığı qədər un əlavə edib, yumuşaq amma ələ yapışmayan xəmir yoğururam. Soba listini yağlayıb, xəmirə bir qədər uzunsov formalar verib listə yığıram. Xəmir gördüyünüz kimi alınmalıdır, yumuşaq amma ələ yapışmayan formada olmalıdır. Siz xəmiri yayıb müxtəlif formalarda kəsə də bilərsiniz, elə daha maraqlı və yeni ilə daha uyğun olmuş olar. Şirniyyatları gördüyünüz formada düzəldib, əvvəlcədən 200 dərəcədə isidilmiş sobaya pişməyə göndərirəm. Şirniyyatlar hazır olana kimi isə glazurunu hazırlayaq. 1 paket kakaoya 3 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Üzərinə yarım stəkan da süd töküb qaynamağa qoyuram. 1-2 dəqiqə qaynadıb altını söndürürəm. Şirniyyatlarım artıq hazırdır. Çox gözəl köpdülər, əla görünürlər. Bir qədər soyulmuş şirniyyatlarımı gördüyünüz kimi əvvəlcə kakaoya, daha sonra isə kokosa boyayıram. Siz kakaolu etdiyim hissəni qırmızı qida boyasından da əvəz edə bilərsiniz, həm elə də daha çox şaxta babaya oxşayar. Mən evdə qida boyası olmadığına görə tez basar kakao ilə əvəz elədim. Eyni qayda ilə bütün şirniyyatları hazırlayıb boşqaba düzürəm. Biraz daha rəng qatmaq məqsədi ilə şaxta babalara kakaodan göz və ağız çəkirəm. Yarısını çəkdim, yarısını isə sadə saxladım. Və belə artıq şirniyyatlarım hazırdır. İndi isə keçirəm sabahki oynayacağımız oyunları hazırlamağa. Burada kağıza müxtəlif tapşırıqlar yazıram. Kağızları qatlayıb şarların içinə qoyacağam. Daha sonra isə şarları şişirəcəm. Oyun zamanı isə oyuncular gəlib həmin şarları partladıb, içindən çıxan kağızda yazılan tapşırığı yerinə yetirməlidirlər. Belə müxtəlif əyləncəli tapşırıqlar yazdım. Belə şarları da hazırladım. Tapşırıqları içərisinə qoydum. Toplamda 10 ədəd şar alındı. Şarları isə sabah gedib baldızım gedib şişirəcəm. Çünki şişirdilmiş şarları aparmaq biraz çətindir. Və bu gündən sizləri yenə salamlayıram. Artıq hamı gəlib, hər kəs hədiyyələrini götürüb. Mən yaşıl rəngdə hədiyyə almalıydım. Bu mənim hədiyyəm idi, amma evdə içində nə olduğunu çəkməyi yadımdan çıxarmışam. Birazdan videoda görərsiniz. Bundan başqa sarı, qızılı, qırmızı, göy, çəhrayı və qara rənglərimiz var idi.
Buradakı qabların birinə baldızım hədiyyəli sözü yazmışdı. O söz kimi düşsəydi, üzərindəki çəhrayı qutudakı ətir də onun olacaqdı. Çox maraqlı idi. Kinder sürpriz kimi hədiyyənin içərisindən hədiyyə çıxırdı. Bu da çəhrayı fincanlarımız. Hədiyyələrin hər biri doğrudan maraqlı və çox kreativ idi. Göz muncuqlu qablarımız nəzərə gəlməkdir. Bütün videonun çəkilişi boyu, hədiyyələşmə zamanı o qədər əyləndik, o qədər deyib güldük ki, həqiqətən çox maraqlı, çox əyləncəli bir gün oldu. Və bu da mənim hədiyyəm. Yaşıl rəngdə üz maskası və dodaq nəmləndirici salmışdım. Hər birinizə də hədiyyələrinizə görə bir daha təşəkkür edirəm. Çox sağ olun. Bunu daha tez-tez edək. Və hədiyyələrimiz bitəndən sonra oyunlarımızı oynadıq. İndi isə çay sürəsini düzəldirəm. Oyunları çəkməmişəm. O qədər əyləncəyə başımız qarışmışdı ki, çəkili çəkmək yada belə düşmədi. Çay süfrəmiz də hazırdır. Mən burada atışdırmalıqları hazırlayıram. Çaydan sonra da dedik, güldük, əyləndik, rəqslər elədik. Həqiqətən ailədəki mehribanlığı, isti münasibəti heç nə ilə əvəz etmək olmaz. Bir masa ətrafında toplaşa bildiyin, xoş günündə sevincindən, pis günündə dərdinə şərik ola biləcəyin insanlar varsa ətrafında, deməli dünyanın ən zəngin insanı sənsən. Ən pis günümüz də belə olsun deyirəm və sizləri də qarşıdan gələn yeni il və dünya Azərbaycanlıların həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik edirəm. Süfrələriniz hər zaman bollu, bərəkətli, ən əsası isə canınız sağlam olsun. Videonu bəyəndinizsə, bəyənməyi, rəy yazmağı və yaxınlarınızla paylaşmağı unutmayın. Başqa hansı mövzularda vlog istəyirsiniz? Rəylərdə yazın. Sonda isə sizi görüntülərlə baş-başa buraxıram. Hələlik. Videonun sonuna bugünkü hədiyyələrin də görüntüsünü əlavə etmişəm. Özünüzə yaxşı baxın.